Revanşist erməni diasporu tərəfindən pulla satın alınan Avropa qurumlarının və ittifaqın yüksək rəhbərliyi bu dəfə Cənubi Qafqazda baş verməkdə olan müsbət dəyişikliklərə mane olmağa çalışır. Erməni lobbisindən qidalanan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo'nun yayılan son videosunda çirkin planlar gün üzünə çıxıb. Prokuror vəzifəsini böyük qalmaqalla tərk edən bu şəxs bütün fəaliyyətini rüşvət əsasında formalaşdırdığını inkar etmir. Yəni Okampo'nun pulunu ödə, sifarişini ver. Özünə bu işdə həmkarda tapıb. Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell. Hazırda komandamda çox güclü bir mütəxəssis var. O, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquq məsləhətçisi idi, Josep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada, Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm. Beləcə, Avropa siyasətinə təsir etmək mümkündür. Bundan başqa bir məsələ də ortaya çıxıb. Avropa Ədalət Məhkəməsi çərçivəsində komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır. Donald Trump artıq müəyyən mənada məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dəki erməni lobbisi ilə birlikdə edəcəm. O, videoda açıq şəkildə ABŞ-dəki erməni lobbisinə çalışdığını etiraf edir. Onların əsas məqsədi Azərbaycana təzyiq etmək, Cənubi Qafqazda yaranan sülh mühitini pozmaq və dolayı yolla Ermənistan-Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə mane olmaqdır. Luis Okampo'nun oğlu Thomas Okampo'nun söhbət zamanı Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istədiklərini dilə gətirməsi bunun əyani sübutudur. Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Atabala və onların digər müttəfiqləri Ermənistanın daxili işlərinə kobud müdaxilə edərək regional sülhə və təhlükəsizliyə zərbə vurmaq niyyətindədir. Millət vəkili Elçin Mirzəbəyli deyir ki, Luis Okampo'nun erməni lobbisinin maliyyə dəstəyi ilə regional sülhə və Azərbaycana qarşı apardığı kampaniyaya Avropa siyasətçiləri ilə yanaşı Rusiyada yaşayan erməni oliqarxlar da cəlb olunub. Məqsəd isə bəllidir. Paşinyan yenidən baş nazir seçilməsin. İndiki şəraitdə bu proses Vaşinqton prosesinə zərbə vurulmasına xidmət edir. Çünki Azərbaycan Ermənistan arasında paraflanan sülh sazişi nəticə etibarilə deməli Borrell kimi şəxslərin də digərlərinin də maraqlarına çarpaz üzərindən xətt çəkib. Paşinyanın irəli sürdüyü tezislər, istiqamətlər və sülh prosesinə sadiqliyini nümayiş etdirməsi onların da Cənubi Qafqazda mövqelərinə və həmçinin korporativ maraqlarına zərbə vurur. Məsələni şərh edən tanınmış diplomat ABŞ-nin Azərbaycandakı sabiq səfiri Matthew Bryza Xəzər xəbərə müsahibəsində Okampo'nun erməni diasporunun təsiri altında olduğunu və sülh prosesinə zərbə vurmağa çalışdığını qeyd edib. For some time now, Luis Moreno Ocampo has expressed strong Artıq bir müddətdir ki, Luis Moreno Ocampo Azərbaycana qarşı kəskin narazılığını ifadə edir. Onun erməni diasporunun təsiri altında olduğu iddia edilir. Eyni ilə hesabatda Avropa Parlamentinin digər üzvlərinin də bu təsir altında olduğu qeyd olunur. Bunun həqiqət olduğuna şübhəm yoxdur və məndə belə bir təəssürat yaranmır ki, o tarixin və müasir siyasətin real dinamikasını, həmçinin Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlaması üçün yaranmış möhtəşəm imkanları tam başa düşür. Belə bir müqavilə bütün regionda, xüsusən də Ermənistan və Azərbaycanda sabitlik, rifah, daha geniş siyasi və iqtisadi azadlıqlar üçün təməl yarada bilər. Throughout this region, but especially in Armenia and Azerbaijan. Beləliklə yayılan video görüntülər Avropa siyasi dairələrində baş verən proseslərə dair ciddi suallar yaradır. Bu faktlar bir daha onu deməyə əsas verir ki, Avropada Azərbaycana qarşı təhdid və təzyiq göstərmək istəyən siyasətçilərin əsas məqsədi erməni diasporundan pul qoparmaqdır. Şəbnəm Qurbansoy, Vüsal Cəfərov, Xəzər xəbər.